Yeni dünya düzənində 21-ci əsrin növbəti düzəni necə olacaq sizcə? 21-ci əsrin növbəti düzəni də əvvəlkilərdən heç şeylə fərqlənməyəcək. Yenə də maraqlar olacaq. Maraqlar çərçivəsində də onun böyrünə demokratiya, liberalizm, qlobalizm bu tipli məsələlərin də hamısını böyrünə qoyacaqlar və ölkələrdən nələri istəyirlərsə hərəni bir şeylə təhdid edəcəklər. Və biri az verəndə onu demokratik cəmiyyət şüarı ilə və yaxud da təlatümü ilə qorxudacaqlar. Birini embargolarla və iqtisadi sanksiyalarla qorxudacaqlar. Yenə də güc mərkəzləri dəyişməyəcək. Dünyanın güc mərkəzləri adətən Amerika və ətrafına aldığı dövlətlər olacaq bu istiqamətdə. Qarşı tərəf isə Çin və Çinin müttəfiqləri olacaq. Bu istiqamətdə olacaq. Yoxsa kimsə belə bir illüzyon təsəvvürə malik olmasın ki, mütləq ədalət bərpa olunacaq dünyada, hüquqa və hüquqi problemlərə münasibətdə standartlar dəyişəcək. Qətiyyən, dünya əvvəldən bu cür olub, hər kəs maraqları, iqtisadi və milli maraqları çərçivəsindən çıxış edib, yenə də o çərçivədə çıxış edəcək. Bu mərhələdə kim salamat çıxa bilirsə dövlət olaraq, kim problemlərini həll edərək növbəti mərhələyə adlaya bilirsə, o qazanır. Məsələn, Azərbaycan bu istiqamətdə çox böyük bir addım atdı. Azərbaycan torpaqlarını işğaldan azad etdi və Azərbaycan növbəti mərhələyə rahat çıxa biləcək. Azərbaycanın ondan sonra daxili məsələləri qalacaq. Demokratikləşmə məsələsi Azərbaycana hardan təzyiq edə bilərlər? Azərbaycan tutaq ki, indi neft gəlirlərinin aşağı düşməsi dövrü başlayıb, neft sürətlə aşağı düşür və Azərbaycan iqtisadiyyatının neftdən asılılığı məsələsi var. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi Azərbaycan hökumətinin və yaxud da cəmiyyətinin qarşısında dayanan ən böyük vəzifələrdən biri olmalıdır. Tək sektorlu inkişaf mərhələsindən çox şaxəli, çox vektorlu inkişaf mərhələsinə keçilməlidir. Bu mərhələdə özəlliklə nəzərə alınmalıdır ki, Azərbaycan kənd təsərrüfatı istiqamətində hansı ciddi addımlar atmalıdır ki, ölkə əhalisinin ən azı 46% rəsmən kənd təsərrüfatı rayonlarında yaşayan əhali kimi ümumi daxili məhsulun içərisində payını necə götürsün. Azərbaycanın bugün 46% əhalisi, yəni kənd təsərrüfatı sektorunda yaşayan, bölgəsində yaşayan əhalinin ümumi daxili məhsulun içərisindəki gücü 3-5% deyil. Bu olduqca böyük faciəvi bir rəqəmdir və bu faciəvi rəqəmi mütləq dəyişdirilməlidir. Dəyişdirilməyəcəksə ölkədə inkişafı təşkil etmək mümkün olmayacaq. Məsələn, Trumpın dönəmində, birinci hakimiyyəti dönəmində neftin 15-18 dollara düşdüyü bir vaxt olmuşdu ki, bu Azərbaycan üçün katastrofikdir. Çünki Azərbaycanda elə neftin bir bareli az qala həmin qiymətə başa gəlir. İndi 70 dollara büdcədə müəyyənləşdirilib, bu qiymət artıq 70-dən aşağıdır. Bu da artıq büdcə kəsirinin yaranmasına gətirib çıxaran bir siyasətdir. Düzdür, Azərbaycanın ehtiyatları var falan var, lakin bu ehtiyatların xərclənməsi istiqamətində qoyulacaq vəsait gələcəkdə iqtisadiyyatın elə sahəsinə yönləndirilməlidir ki, o mütləq və mütləq vergi və gəlir gətirə bilsin. Yəni, Azərbaycanın budur. İkinci, cəmiyyət münasibətləri və cəmiyyət problemləri Azərbaycanda həll olunmalıdır. Azərbaycanın cəmiyyət münasibətləri elə bir səviyyəyə gəlməlidir ki, içəridən təhdid edə biləcək hər hansı bir arqument olmasın və Azərbaycanda hakimiyyət dəyişiklikləri və yaxud da seçkilər Azərbaycanda seçkili orqanların formalaşmasında xarici güclərin təsir imkanları sıfır endirilsin. Seçici seçsin, seçicinin rəyi, seçicinin səsi doğru hesaplansın, seçkilərə saxtakarlıq qatılmasın və s. Bu istiqamətdə ciddi islahatlara ehtiyac var. O cümlədən də digər sahədə də münasibətlər sistemidir ki, o münasibətlər sistemi 2020-ci ildən bu yana yumşaldılan münasibətlər sistemi çərçivəsində gedir. Lakin qarşı tərəfdə bir fərqli məsələlər də var. Həbs olunanlar var, siyasi dustaq adı ilə siyahıya salınanlar var və s. Cəmiyyət bunu artıq yumşaltmalıdır, hakimiyyət artıq bunu yumşaltmalıdır. Bu günlərdə Tofiq Yaqublu ölüm acılığına başlayıb, hansısa bir dərəduzluq əməlində ittiham olunur və s. Hökumət bu tipli addımlara yol verməməlidir. Güman edirəm ki, qarşıdan əlamətlər günləri gəlir, 28 may gəlir, Azərbaycan demək müstəqilliyi ilə bağlı ən vacib tarixlərdən biridir. Ya amnistiya ilə, ya əflə siyasi məhbus hesab edilən, mən hesab edirəm,
amnistiya daha doğrudur. Çünki üzərində məhkəmə qurulan hələ iş almayan adamların da hamısı azadlığa çıxa bilər. Bu insanların hamısı azadlığa buraxılmalıdır və cəmiyyət yeni münasibətlər sisteminə keçid etməlidir. Cəmiyyət nə qədər sərt münasibətlər sistemində olacaqsa, bizim problemlərimiz o qədər çox olacaq və ya bizə qarşı o qədər çox istifadə edilmək üçün boş yerlər olacaq. Buna görə də hesab edirəm, bu istiqamətdə də Azərbaycan hakimiyyəti Qarabağ ətrafında baş verən hadisələrdə əldə etdiyi avantajı bu istiqamətdə də həll etməlidir ki, o dövrə çıxışda Azərbaycan cəmiyyəti təhdid edilə biləcək cəmiyyətlər və yaxud da dövlətlər siyasətdən çıxarılsın.